Əməliyyatdan sonra 60, 70, 80% görə biləcək xəstənin sığorta alma aşamasında itirdiyi vaxt, bunun gələcəkdə əməliyyatdan sonra görməsini ən yaxşı halda 15-20%-ə qədər artmasına gətirib çıxarır. Yəni bu bizzat pasientlərimizin sağlığını etkiləyən bir sıxıntıdır. Ona görə buradan səslənirəm, yəni icbari tibbi sığortanın başında olan insanlara, yəni bu problem çözülməlidir mütləq. Yəni. Bu sadəcə mənim sahəmə, oftalmologiyaya aid deyil. Yəni bir sürü digər sahələrdə də bu problemi izləmək mümkündür. Pasientlər sığortaya da başvurdu və icbari tibbi sığortanın çıxması da çox uzun çəkdi, 3-4 gün. Belə hallarda adətən acil qərar verib acil əməliyyata almalıyıq. Məsələn, bir gün içində əməliyyata almalıydıq, amma icbari tibbi sığorta bunu uzatdı. 3-4 gün sonra verdilər sığortasını və biz məcbur bu həftə əməliyyat elədik. Bu bizim tipdəki olan problemlərdən biridir. Yəni pasientlər vaxtında başvursalar da sığortalarını ala bilmirlər. Bu çox addımlı başvuru və çox addımlı mərhələlərdən keçməsi bu işləri çətinləşdirir. Əslində proses qabaqca daha qısa idi. Məsələn, 3 il, 4 il öncə icbari tibbi sığorta fəaliyyətə təzə başlayanda pasientlər bizzat xəstəxanalara müraciət edib eyni sığorta ilə müvafiq tədaviini ala bilirdi. Amma indi getməlidirlər poliklinikalara, oradan göndərməlidirlər başqa yerə. Acil xəstələrdə belə bir şey olmamalıdır.